Cənab Prezidentin Türkiyə səfəri çox vacib mesajlarla xarakterizə olundu. Nəzərə almaq lazımdır ki, İğdırdan Naxçıvana qaz kəmərinin artıq fəaliyyətə başlaması çox vacib və önəmli detaldır. Elə bu baxımdan da bunu vurğulamaq lazımdır ki, ən azından bu qaz kəməri vasitəsilə uzun illər Naxçıvan Muxtar Respublikasının əhalisi qaz təminatı ilə təchiz ediləcəkdir və eyni zamanda bu saziş təkcə Azərbaycanla Türkiyə arasındakı siyasi qardaşlıq münasibətlərinin durumunu göstərmir, həm də enerji təhlükəsizliyi sahəsində Azərbaycanla Türkiyə arasında növbəti bir mərhələ və addım hesab edilməlidir. Cənab Prezident Türkiyədə mətbuata verdiyi bəyanatda xüsusi olaraq vurğuladı ki, bugün Azərbaycanla Türkiyə sahəsində enerji təhlükəsizliyi və eyni zamanda nəqliyyat və kommunikasiya layihələri sahəsindəki dərin əməkdaşlıq inkişaf edir, davam edir. Biz müxtəlif layihələrdə Türkiyə ilə etibarlı tərəfdaş qismində çıxış edirik. İstər TANAP layihəsi olsun, istər Bakı, Tbilisi, Qars və digər layihələr olsun və nəhayətdə İğdırdan Naxçıvana olan qaz xəttinin açılışı Azərbaycanla Türkiyə arasında enerji təhlükəsizliyi sahəsindəki növbəti böyük addım kimi xarakterizə edilə bilər və əlbəttə ki, Cənab Prezident İlham Əliyevin Türkiyə səfəri fonunda söylədiyi fikirlər və açıqlamalar Türkiyə mətbuatında da böyük marağa səbəb oldu. Cənab Prezident Türkiyədə vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra həmin dövrdə SSR hakimiyyəti qanunsuz bir şəkildə Azərbaycan torpaqlarını, Qərbi Zəngəzuru Ermənistana verdi və nəticədə Ermənistan SSR-nin ərazisi Qərbi Zəngəzurun hesabına böyüdü və təbii ki, bu tarixin ədalətsizliyi fonunda Naxçıvanın Azərbaycanla quru əlaqəsi kəsildi. Bu həm də təkcə Ermənistanı yaratmaq və gələcəkdə Ermənistandan kart və vinçik kimi istifadə etməyə çalışan dövlətlərin məkirli bir yanlı siyasəti deyildi. Bunun həm də biz bilirik ki, ikinci hədəfi var idi. İkinci hədəf də ondan ibarət idi ki, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında quru əlaqəsini aradan qaldırmaqla Türk dünyası arasındakı həm nəqliyyat, həm infrastruktur, həm də gələcəkdəki digər bütün əlaqələri bloklamaq olsun. Amma nəticədə elə bir dövr gəldi, yetişdi ki, özəlliklə 90-cı illərin əvvəllərində ölkədə qara qışqırıq, xaos və qara güruhun ən pik nöqtəyə çatdığı dövrdə Naxçıvana qarşı çox böyük təhdidlər reallaşırdı və biz gördük ki, Azərbaycana qarşı xain planları quranların qarşısındakı hədəflər Naxçıvan və Qarabağ idi və Xalq Cümhuriyyətinin süqutundan sonra Naxçıvan ətrafındakı Qərbi Zəngəzur ərazilərini Ermənistana verərək həm də Naxçıvana təhdid yaradıb gələcəkdə Naxçıvanı işğal etmək istəyən xarici güc faktorları və eyni zamanda işğalçı siyasi zehniyyətlər 90-cı illərin əvvəllərində bu xain planlarını həyata keçirməyə çalışırdı. Çünki o 90-cı illərin əvvəllərində ölkəmizdəki anarxiya, özbaşınalıq, siyasi idarəetmənin olması, AXC müsavat cütlüyünün Azərbaycan siyasət tarixinə vurduğu böyük zərbələr fonunda əllərinə bir məqam salıb daha da vəziyyəti gərginləşdirməyə çalışırdılar. Amma məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Ulu Öndər Heydər Əliyevin Naxçıvanda rəhbərlikdə olması Naxçıvanı bu məkirli planlardan xilas elədi və elə bu baxımdan da Cənab Prezident İlham Əliyev Türkiyədə Naxçıvanın əhəmiyyətindən bəhs elədi və Cənab Prezidentin fikirlərinə dəstək olaraq Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan da bugün Naxçıvanın qaz təchizatında İğdır-Naxçıvan qaz kəmərinin işə başlaması ilə bağlı bir daha vurğuladı ki, Naxçıvan həm də Türkiyə üçün vacib və strateji əhəmiyyətə malik bir bölgədir. Eyni zamanda hər iki prezidentin növbəti qardaşlıq mesajlarının şahidi olduq. İki prezidentin sıx münasibəti Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərinin bugünkü mənzərəsi ilə bağlı o göstərdikləri mövqelər bir daha bütün dünyada Türk birliyi faktoru dediyimiz siyasi, mənavi əməkdaşlığın və həmrəyliyin ilk qalasının və kökünün Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi olduğunu açıq-aydın şəkildə nümayiş etdirdi və biz bilirik ki, ötən həftə Türkiyədə PKK terror təşkilatının dəfn edilməsindən sonra həm də təkcə Türkiyə üçün yox, Türk dünyası tarixi üçün daha bir yeni səhifə açıldı və mən PKK terrorçularının dırnaqarası rəhbəri Abdullah Öcalanın İmralı adasındakı həbsxanadan PKK-nın silah buraxması və özünü tamamilə
tamamilə ləğv etməsi ilə bağlı etdiyi dırnaqarası açıqlamadan sonra belə bir fikir yazmışdım ki, cənab prezident İlham Əliyevin Ali Baş Komandanlığı siyasi qətiyyəti və hərbi gücü sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi və cəmi bir sutkadan da az davam edən antiterror əməliyyatları ilə suverenliyimiz tam bərpa olundu. Bu Türk dünyasına yeni bir yön verdi. Bütövlükdə Türk dünyası tarixinin yenidən şahlanmasına səbəb oldu və bu gün Türk dünyası Azərbaycanın Xankəndidəki antiterror əməliyyatlarından sonra növbəti dəfə gözəl bir tarixi hadisəyə şahidlik edir ki, bu da Türkiyədə PKK terror təşkilatının dəfn edilməsi ilə bax, məhz belə adlandırardım ki, dəfn edilməsi ilə baş verən hadisələrdir. Türkiyəyə qarşı xain planlar quranlar PKK terrorundan istifadə etməyə çalışırdı. Necə ki, uzun illər Türk dünyasını parçalamağa çalışanlar Xankəndi və ətraf bölgələrdəki erməni separatçı kartından istifadə etmək istəyirdilər. Türkiyəyə qarşı da xain pusqu və plan quranlar orada PKK terrorundan yararlanmağa çalışırdı. Amma özəlliklə hörmətli Rəcəb Tayyip Ərdoğanın hakimiyyəti dövründə Türkiyə Silahlı Qüvvələri, Türkiyə dövləti və Türkiyə təhlükəsizlik orqanları PKK-ya qarşı böyük əməliyyatlar həyata keçirdi. Onların əsas sığınacağı olan Qəndil dağının ətrafında özəlliklə son 5 il ərzində PKK-nın mövqelərinə çox böyük zərbələr endirildi. Eyni zamanda PKK-nın şəhər strukturu sayılan KCK terror strukturuna qarşı da Türkiyə çox uğurlu əməliyyatlar həyata keçirdi və nəticədə gəldiyimiz 2025-ci ildə Türkiyə etnik separatizmə meyilli bir terrorçu təşkilatın kökünü tamamilə kəsmiş oldu ki, bu da Türkiyə dövlətinin gücünü göstərir və eyni zamanda bu Türk dünyası tarixi üçün zəfərlər silsiləsinin həm də davamıdır və faktiki olaraq bugün Türk dünyası tarixində torpağı işğaldan azad edərək böyük güclərin regionla bağlı oynamaq istədiyi xain planları və puskuları darmadağın edən qalib lider, qalib Ali Baş Komandan İlham Əliyev və eyni zamanda bugün Türkiyəyə qarşı uzun illərdir böyük şəkildə Türkiyənin planlarını pozmağa yönəlmiş, həmçinin eyni zamanda bizim Türkiyədəki əskərlərimizin şəhid olmağına səbəb olmuş bir təhlükəli hiləgər terror təşkilatının kökü qazınmış oldu. Bütövlükdə Azərbaycan-Türkiyə münasibətləri bugün təkcə iki dövlətin strateji müttəfiqlik münasibətləri deyil, bunun fövqündə dayanan bir hadisədir və mən yazılarımın birində də qeyd eləmişdim ki, əlbəttə ki, Azərbaycanla Türkiyənin bugünkü ən üst səviyyədə strateji və siyasi müttəfiqliyinin həm keçmiş bağları mövcuddur, həm də eyni zamanda bu münasibətlər zamanın, dövrün, tarixin, mənəvi birliyin təcəssümüdür. Amma və lakin unutmamalıyıq ki, bugün Azərbaycan prezidenti cənab İlham Əliyevlə Türkiyə prezidenti hörmətli Rəcəb Tayyip Ərdoğan arasındakı sıx dostluq və qardaşlıq münasibətləri iki ölkə liderinin bir-biri ilə olan və bir-birinə qardaş müraciəti ilə müraciət edərək o mənəvi bağlarını bütün dünyaya nümayiş etdirməsi və iki liderin dostluğu bu münasibətləri daha da kulminasiya nöqtəsinə çatdırdı və özəlliklə Şuşaya işğaldan azad edildikdən sonra ilk səfər edən xarici ölkə rəhbəri hörmətli Rəcəb Tayyip Ərdoğan oldu və Azərbaycanla Türkiyə arasında Şuşa şəhərində imzalanan Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində tarixin yeni bir məcrasını formalaşdırmış oldu və ondan sonraki dövrdə, yəni Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalandıqdan sonra Türk Dövlətləri Təşkilatı strukturu olaraq yenidən inkişaf etdi. Türk Dövlətləri Təşkilatının içərisində həm təşkilatın daha da inkişafı bir hədəf kimi qoyulmuşdursa, həm də eyni zamanda ayrı-ayrı TDT daxilindəki ölkələrin bir-biri ilə münasibətləri, bir-birinə yanaşmaları, siyasi, mənəvi, tarixi bağları daha da güclənmiş oldu və hesab edirəm ki, bu həftə cənab prezidentin Türkiyə səfərində o İğdırdan Naxçıvana qaz kəmərinin imzalanması ilə bağlı əldə edilən razılaşma fonunda verilən siyasi açıqlamalar bir daha göstərdi ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, əbədidir. Mən sosial şəbəkə hesabımda da yazmışdım ki, Azərbaycan prezidenti və Türkiyə prezidenti yan-yana Azərbaycan və Türkiyə bayraqlarının fonunda birliyin əbədi, sarsılmaz, ən gözəl portreti və nümunəsidir. Biz bugün görürük ki, beynəlxalq təşkilatların içərisində hətta bir-biri ilə uzun illər yaxşı münasibətlərdə olan qonşu ölkələr necə bir siyasi xaosun içərisində
içərisinə girib özəlliklə dünyanın yenidən bölüşdürülməsi kimi planların olduğu, dünyanın yenidən siyasi olaraq formalaşdırılmağa çalışıldığı bir dövrdə qardaşlıq və eyni zamanda müttəfiqlik münasibətləri çox böyük əhəmiyyətə malikdir və Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə birliyi, Azərbaycan-Türkiyə vəhdəti bugün birliyin və eyni zamanda təhlükəli imperialist siyasi qəsblərə qarşı vəhdətin və həmçinin həmrəyliyin ən gözəl örnəyidir. Sağ olun, salamat qalın.